Değerli izləyicilər, bugün biz əməliyyatdan bir həftə sonra əməliyyat qalxanı Nəzər Vəzinin zəhərli zor deyilək arasında Grevis xəstəliyinə görə müraciət bir pasiyenti əməliyyat etmişdik və bugün bir həftədən sonra təkrar kontrol müayinə gəldi, əməliyyat sahəsinə baxıldı, yardım bir narahatçılıq yoxdur və qısaca da istərdim ki, pasiyent öz xəstəliyi barəsində məlumat versin. Nə qədər vaxt bu xəstəlikdən əziyyət çəkirdi? 6 aydır bu hastalıktan əziyyət çəkirəm. Amma hormonlar normaya düşmürdü və dərmanlar qəbul etməsinə baxmayaraq. Necə oldu bəs əməliyyat qərarı verildi sizə? Dərmanlar ağır olduğu için de bu ameliyatlıktır. Ama Karaciğer'de ise sana problem yarandı da öyle. Yani ben Türkiye'ye de gitmiştim. Orada da hekimler dedi ki ameliyatlıktı. Burada Azerbaycan'da yaşadığım için sizi araştırdım. Bir iş yoldaşımın annesi de sizde ameliyat olmuştu. Ben girdim Instagram'dan ameliyatlarınıza falan baktım. Sonra sizi kontrol ettim. Dedim ki ben burada ameliyat olacağım Azer hekimde. Bir de özünüzü hissediyorsun. Yaxşı. Ameliyattan sonra da yani ben ailemde de bir iki nefer de Türkiye'de ameliyat oldular. Ondan eziyet çektiler. Ama ben ameliyattan sonra da eziyet çektim. Hiç arası yok. Yüzün ameliyattaki itibarlı ellerden bizler ses yazını istifade etmişler ameliyat zamanı. Sana sesiniz yazdı. Hatta o yakınlarım mesela bir hafta falan danışabilmediler. Ama sen ameliyattan sonra şimdi başladın. Onlarla aynı tanışırdım. Onlar da şaşırdı ki yani bu neden olabilir. Dedim bu nasıl gelişiktir. Azer'de kimliğiniz var. Dedim ameliyat edildi. Sağ olun, var olun, eliniz bonunuz var olsun. Artık yanı dermanla da gelecek. Uzaklaştı. Tirazol artık ismini. Yani bu inden sonra derman var onun için. O da olur. Əvəz edəcək hormon terapiyasıdır. Bəli. Grevis xəstələrində. Grevis xəstələrində burada total köləklənmə əməliyyatı icra olunmalıdır. Biraz tanışmalıdır ki, təkrarlama olmasın. Bir sənin gözünə bir narahatçılıq olmamışdır. Yəni gözü şişkin hissat. Ancaq öncədən də belədir gözlər. Burada bəzən görürsən ki, qorxaq xəstələr olur. Həkimlər deyən, endokrin onlarla əməliyyat qərarı verirlər, amma o pasiyentlər qorxur ki, yox, əməliyyat qorxulur, belə olar, belə olar. O haqda nə demək istər? Ben de korkuyordum. Sen de korkuyordun. Yani 200 kilo verdim ben ameliyattan önce. Mesela 78 kiloydum. Ameliyattan çıktım 75 kiloydum. Bayağı bir yani stres yaşadım ben. Normalde ayağımdan da ameliyat oldum ama o stresi yaşamamıştım. Burada işte boğazımız kesilecek bilmem ne böyle psikolojik bende bir şey oldu. Yani bir hafta oldu bayağı bir stres yaşadım. Ama baktım ki öyle değilmiş yani. Allah kömək olsun, Allah şəfa versin. Allah hemşerisi var. Bizdə də xidmət də yaxşı oldu.